Hər birinizi salamlayıram Pensilvaniya Universitetindən. Bilmirəm, bilirsinizsə, mən artıq məzun oluram bu semestr. Məzuniyyətimə artıq bir aydan az qalıb. Belə fikirləşəndə çox qəribə bir hissdir. Zaman çox tez keçdi, həqiqətən də uçdu sözün əsl mənasında. Mənə elə gəlir ki, sanki dünən bura gəlmişdim ilk semestrimdə. Mən ilk dəfə pre-freshman proqramına gəlmişdim, yəni dərslər başlamamışdan təqribi bir 2 həftə əvvəl gəlmişdim və o günləri xatırlayıram, necə darıxırdım biraz, yəni ailə üçün, ümumi kampusu kəşf eləyirdim, dərslər alırdım, hər şey mənə maraqlı gəlirdi və indi artıq bir aydan az qalıb məzuniyyətimə və həqiqətən fərqli bir hissdir. Və bizdə universitetdə burada məzun olacaq tələbələr üçün müxtəlif aktivitetlər keçirilir. Artıq bu bir növ bu son 2 həftə ərzində, deyərdim 3 həftə ərzində və mən də Pensilvaniya Universitetində PEN Dünya Təqaüdçüsü olaraq təhsil alırdım və bu gün PEN Dünya Təqaüdçüləri olaraq hamımız bir araya gəldik və bir növ bizdə PEN Dünya Təqaüdçüləri üçün məzuniyyət bir növ mərasimi oldu. Həqiqətən çox gözəl bir yəni gözəl bir hal idi ki, hamımız bir araya gəlmişdik, birlikdə gözəl vaxt keçirdik. 2018-ci ildə məzun olmuş PEN Dünya Təqaüdçüsü də gəldi, səhnədə öz fikirlərini bölüşdü bizimlə, öz xatirələrini bölüşdü, təcrübələrini bölüşdü və daha sonra hər birimiz tək-tək səhnədə çıxıb sertifikatlarımızı aldıq və biz ümumiyyətlə PEN Dünya Təqaüdçüləri olaraq bir adət var ki, onu əsas istəyirəm bu videoda sizinlə bölüşüm. Deməli, PEN Dünya Təqaüdçüləri olaraq biz ilk ilimizdə universitetə gəldikdə eləməli olduğumuz işlərdən biri də özümüzə məktub yazmaqdır. Yəni özümüzə dediyim 4 il sonrakı özümüzə, yəni ilk ildə biz 4 il sonra bir növ gələcəyə məktub yazırıq və bu məktub istənilən dildə ola bilər, istənilən tərzdə ola bilər. Hətta mən elə eşitmişəm ki, əvvəlki məzun olmuş bir növ tələbələrdən biri məktubunu kodlu yazıbmış, yəni kodlaşdırılmış və daha sonra həmin kodu açmaq üçün şifrəni unudub, ona görə öz yazdığı məktubu oxuya bilməyibmiş və bu adəti biz də eləmişdik, yəni 4 il əvvəl mən özüm də eləmişdim və bugün artıq bizə məktublarımız verildi. Həqiqətən də çox qəribədir. Mənim bir dostum var, o ümumiyyətlə xatırlamır ki, belə məktub yazıb özünə. Onun üçün məncə daha da maraqlı olacaq bu məktubu oxumaq. Mən özüm biraz bəzi hissələrini xatırlayıram, amma çox hissəsini xatırlamıram. Ona görə çox səbirsizlənirəm. Bir növ 4 il əvvəlki Reyhanın məktubunu oxumaq üçün. Elə istədim ki, bu bir növ adəti sizinlə bölüşüm. Əslində çox maraqlı bir şeydir. Yəni gələcəyə məktub yazmaq, daha sonra bəlkə də həmin məktubu yazdığını belə unutduqdan sonra bir növ keçmişdən bir məktub gəlir sənə və oxuyursan, baxırsan bu illər ərzində nələr dəyişib, nələr gerçəkləşib, nələr daha fərqli məcrada gerçəkləşib. Elə istədim bunu sizinlə bölüşüm.